Deməli, güvən sınağı 10-cu sinif birinci sınaq. Əsasən bu sınaq mövzuları əhatə eləyir. Elə bilirəm ki, vegetativ generativ orqanlar, həmçinin hüceyrə, toxuma, orqanlar sistemi bölməsini əhatə eləyir. Demək, buradan çıx. Və başlayırıq birinci sualımızdan. Deməli, orqan şəkil dəyişmələrinə aiddir. Yarpaqlarında ehtiyat su toplanır, gövdələrində ehtiyat su toplanır. Bilirik ki, aloe agava yarpaqda su toplanır. Afrika südləyəni ilə kaktus isə gövdədə su toplanır. Ona görə bu şəkildə cavabımız olacaq C variantı və davam edirik ikinci sualımızla. Deməli, neçə dəqiqə buradan. Tamam. İkinci sualımız deyir ki, 20 xromosomlu hüceyrədə meyc yolla əmələ gələn hər bir hüceyrədə neçə xromosom olar? Meyaz bölünmədə bilirik ki, bir hüceyrədən 4 hüceyrə yaranır və hər bir hüceyrədə xromosom sayı 20 dəfə azalır. Ona görə burada hər bir hüceyrədə dediyinə görə cavabımız 10 olacaq, yəni 2 dəfə azalacaq. Doğru cavab Y variantı və üçüncü sualımızda üçüncü sualda L-Venn diaqramıdır. Birinci barmaq varı mürəkkəb daha doğrusu təklərək varı mürəkkəb yarpaq, sonra barmaq varı mürəkkəb yarpaq verilib. Deməli, 1 aiddir 3-ə, 2 aiddir yenə 3-ə aiddir. Saplaq üzərində bir neçə yarpaq ayası var. Bu hər ikisinə aiddir. 3 aiddir ortaya. İtburnu bitkisində təklərək varıdır. 4'ü yazırıq 1'ə. Təklərək varıdır. 5'i də yazırıq 1'ə. 4, 5, 3, sonra isə 1, 2 olacaq. Doğru cavabımız bu da C variantına uyğundur. Davam edirik. Növbəti sualımız. Ağac gövdəsində özək yerləşir. Özək yerləşir gövdənin mərkəzində və bu da doğru cavabın B variantı olduğunu göstərir. Növbəti sualımız 5-ci sual. X üstəgəl Y ifadəsinin cəmini hesablayın. Burada buğumların sayı 6'dır. Söhbət yasaman bitkisindən gedirsə, deməli düzülüş qarşı-qarşıyadır. Buğumların sayı 6-dırsa, buğum araları həmişə bir vahid ad olur. Yəni, x bərabərdir 6 çıxılsın 1 bərabərdir 5. Yarpaqların sayı, yəni qarşı-qarşıya düzülüşdə bir buğumda 2 yarpaq olur. 6 buğumda da x olaraq götürsək, x bərabərdir 12 olacaq. Yəni, daha doğrusu y ilə götürsək, y bərabərdir 12 olacaq. X-imiz 5 idi, y-imiz 12. X üstəgələk y bərabərdir 5 üstəgələk 12 bərabər 17. Sualımızın doğru cavabı olacaq B variantı. Heyvanların təsnifatında dəstələr bir və ya bir neçə. Deməli, biz əvvəlcə qeyd edək elə heyvanların təsnifatını. Növ, cins, fəsilə, dəstə
sinif, tip və alam olaraq qruplaşdırırıq. Deməli, növdən alama doğru getdikcə birləşir. Yəni, hər bir kateqoriya özündən sonrakında birləşir. Və aləmdən növə doğru getdikcə isə ayrılır. Yəni, hər bir kateqoriya, məsələn, aləmlər tiplərə ayrılır, tip siniflərə, sinif dəstələrə və s. Yuxarı getdikcə də oxşar növlər cinslərdə, cinslər fəslələrdə və s. İndi, burada hər bir dəstə bir və ya bir neçə, yəni özündən sonrakına ayrılacaq və yaxud özündən yuxarıdakına birləşəcək. Yəni, dəstədən aşağı olan fəsilədir, fəsiləyə ayrılır, götürə bilərdik və yaxud hər bir dəstə, oxşar dəstələr, yəni bu olardı ki, siniflərdə birləşir, amma elə bir cavab olmadığına görə fəsilələrə ayrılır olaraq A bəndini doğru kimi götürə bilərik. Davam edirik. Növbəti 7-ci sualımız. Çiçəyin hansı hissələri bilavasitə çiçək yatağına birləşmir? Və biz baxsaq, yumurtalıq çiçək yatağına birləşir. Bunu götürməliyik. Kasa yarpağı birləşir, çiçək saplağı birləşir, lərçək də birləşir, amma tozluq erkəkçik sapına birləşir. Ona görə sualımızın doğru cavabı D variantı olacaq. Davam edirik növbəti sualımızla. 8-ci sual. Hansı mülahizəni şəkildəki meyvələrin hamısına aid etmək olar? Şəkildəki meyvələrdən biri almadır. Almanın meyvəsi, yalançı meyvə, pomidorun meyvəsi, gilə meyvə, fındığın meyvəsi, fındıq meyvə, üzüm də gilə meyvə, lobya da paxla meyvədir. Şirəli meyvə yanlığına aid malikdirlər. Burada, məsələn, fındıqla lobya da şirəli deyil. Ona görə A bəndini götürə bilmərik. Yaramalarında yumurtalıqla bərabər C-nin digər hissələri də iştirak etmişdir. Yəni, bu yalancı meyvə olduğunu göstərən fikirdir. Amma yalancı meyvə hamısında yoxdur. Ona görə bunu da götürə bilmərik. İki tacıqdan ibarət meyvə yanlığına malikdirlər. Bu paxla meyvəyə aiddir. Hamısında paxla meyvə yoxdur. Çiçəkli bitkilərin generativ orqanlarıdır. Bəli, meyvə çiçəkli bitkinin generativ orqanıdır. Bütün meyvələrə aid olan fikirdir. Çox toxumludurlar. Xeyr, bəziləri bir toxumludur. Məsələn, fındıq meyvə bir toxumlu meyvədir. Ona görə Y bəndi də olmaz. Doğru cavabımız D variantı olacaq. Davam edirik növbəti sualımızla. Bitki hüceyrəsində qılafın daxili hissəsi nə adlanır? Əvvəlki dərslərimizdə izahlarda demişdik ki, qılaf iki qatlı olur, xarici qat, daxili qat. Bitkidir, göbələkdir, bakteriya hüceyrələrdə qılafın xarici qatı hüceyrə divarıdır, daxili qatı isə bütün canlılarda plazmatik membran adlanır və sualımızın doğru cavabı D variantı olacaq. 10-cu sualımızda doğru bəndi tapın. İki qat çiçək yanlığı eyni cür yarpaqcıqlardan təşkil olunur. Xeyr, bu sadə çiçək yanlığına aid olan fikirdir. Bütün çiçəkli bitkilərdə olur. Xeyr, bəzilərində sadə çiçək yanlığı olur. Ona görə A da B də yanlışdır. Həm ləçək, həm kasa yarpaqlarından təşkil olunmuşdur. Bəli, sualımızın doğru cavabı budur. Dağlarla Süsən çiçəyində onlarda sadə çiçək yanlığıdır. Ona görə D də olmaz. Qeyri-tam çiçəklərdə ümumiyyətlə çiçək yanlığı olmur. Ona görə Y bəndi də deyil. Sualımızın doğru cavabı C bəndidir. Və davam edirik növbəti sualımızda. 11-ci sualımız cədvələ əsasən düzgün bəndi müəyyən edin. Bunu biz bölmə olaraq epidemiologiyada keçirik və həmçinin 6-cı sinif kitabında bu barədə yəni şəkillər və qeydlər var. Angina streptokokdur, kürə şəkillidir. Bəli, bu doğrudur. Vəba vibriondur. Yəni, burada yanlış verilib. Difteriya basili çöp şəkillidir. Bu doğrudur. Taun çöp şəkillidir, amma vergül şəkilli verilib. Burada düzgün istəyir. Düzgün də 1 və 3 olacaq. O da Y variantına uyğun gəlir. Davam edirik. Növbəti sualımızda. Bitki hüceyrəsindən fərqli olaraq göbələk hüceyrəsində olmur. Yəni, bitki hüceyrəsində olsun, amma göbələk hüceyrəsində olmasın. Vakuum hər ikisində var, ona görə bunu götürməliyik. Sitoplazma hər ikisində var, götürməliyik. Nüvə hər ikisində var, götürməliyik. Hüceyrə divarı hər ikisində var,
Xloroplast isə göbələk hüceyrəsində olmur. Ona görə sualımızın doğru cavabı Y variantı olacaq. Və davam edirik. Növbəti 13-cü sualımızda. X və Y-in yerinə uyğun gələn ifadələri müəyyən edin. Müasir sistematikada canlı orqanizmləri əsasən 4 böyük aləmə ayrılırlar. X-ə 4 yazarıq və hansılardır? Bakteriyalar, göbələklər, bitkilər və heyvanlar. Bu da C variantına uyğun gəlir. Sualımızın doğru cavabı C variantı. Devam edirik. 14. Cavid bazardan 2 kilogram yer kökü aldı. Deməli, yer kökü bizə nə istəyir? Onun cəmi neçə kilogram vegetativ orqan aldığını hesablayın. Bəli, yer kökü kök şəkil dəyişməsidir. Bu vegetativ orqandır, düzdür. 2 kilogram götürərik. Kələm yarpaq şəkil dəyişməsidir. Badımcan biz meyvəsini yeyirik. Yəni kələmin yarpağını yeyirik daha doğrusu. Yer kökünün də meyvə kökünü yeyirik. Badımcanın meyvəsini yeyirik. Əriyin meyvəsini yeyirik. Kartofun gövdə yumrusunu yeyirik. Qavalının meyvəsini yeyirik. Bizdən vegetativ orqan istədiyinə görə bir kartofu götürərik, bir buradan kələmi götürərik, kökü götürərik və toplayarıq. Deməli, 2 kilogram idi yer kökü, 4 kilogram kələm, üstə gələk 5 kilogram kartof. Bu da elədir 11. Sualımızın doğru cavabı 11'dir. Yəni D variantı. 15-də tək lələk var. Mürəkkəb yarpaqda cəmi neçə ümumi yarpaq saplağı olur? Yarpaq saplağı mürəkkəb yarpaqlarda ümumi olaraq bir yarpaq saplağı olur. Ona görə 15-də doğru cavab A variantı olacaq. Davam edirik. 16. Birləşdirici toxumanın növüdür. Birləşdirici toxumanın bir neçə növü var. Qan, pi, qığırdaq, lifli birləşdirici toxuma, sümük və s. Və doğru cavabımız, yəni bunların içərisindən C variantı olaraq götürə bilərik. 17-ci sualımız. Nöqtələrin yerinə uyğun gələn sözləri müəyyən edin. Sadə nələr bir yerə toplanaraq hansı bitkinin çek qrupunu? Desək ki, məsələn, A variantı 3-2 yazılıb. Sadə çətirlər birləşib yer kökünün çek qrupunu əmələ gətirir. Yəni, doğru cavabımız elə bu olacaq. Yəni, sadə çətirlər mürəkkəb çətir əmələ gətirir. Yer kökündə də mürəkkəb çətir var. Və digər variantları da yoxlasaq, 1-4 deyir. Sadə salxımlar birləşib zəncirotun çek qrupunu əmələ gətirir. Yəni, zəncirotunda mürəkkəb salxım deyil. Ona görə B olmaz. Və 5-2 desək, sadə sümbüllər birləşib yer kökünün, yəni yer kökündə mürəkkəb sümbül deyil. Ona görə bu da olmaz. 1-2 desək, sadə salxımlar birləşib yer köküdə mürəkkəb salxım deyil. Ona görə D bəndi səhvdir. 5-4 desək, sadə sümbüllər yenə də zəncirotunda mürəkkəb sümbül olmadığına görə Y bəndi yanlışdır. Doğru cavab A bəndi. Lobya toxumunda rüşemin quruluşuna aid deyil. Rüşemin quruluşu nədən ibarətdir? Rüşem kökü, rüşem gövdəci, rüşem tumurcuğu və ləpə yarpaqları. Yəni, burada ləpə yarpaqlarını götürmərik, aid deyil dediyinə görə biz gövdəcik götürmərik, çünki bu da aiddir. Endosperm aid deyil. Sonra kökcük aiddir, bunu götürmərik. Qabıq aid deyil, göbəkcik aid deyil. Və doğru cavabımız 3, 5, 6 olacaq. Yəni A variantı. Davam edirik. 19-cu sualımızda bioloji aktiv maddələr hormonlar hazırlayan vəzirlərin aid olduğu orqanlar sistemi. Yəni, hormonlar hazırlayan vəzirlər endokrin sistemə aiddir. Ona görə doğru cavabımız Y variantı olacaq. 20-ci sualımızda X hansı toxuma ola bilər? Baxırıq ki, X-ə aid olan xüsusiyyətlər, yəni ölü hüceyrələrdən ibarətdir, plus qoyulduğuna görə buna aiddir. Dayaq funksiyasını yerinə yetirir, plus qoyulub, bu da aiddir. Maddələrin əmələ gəlməsində iştirak edir, minus qoyulub, yəni bu aid deyil. Yəni dayaq funksiyasını yerinə yetirən mexaniki toxumadır və həmçinin də ölü hüceyrələrdən ibarətdir. Ona görə doğru cavabımız B variantıdır bu sualda.
21-ci sualımızla davam edərik. Verilmiş çiçək qruplarından hansında çiçəklər saplaqlı olur? Və baxırıq ki, qalxan saplaqlıdır. Qıçada saplaqsızdır. Mürəkkəb sümbüldə, sadə sümbüldə, səpətdə saplaqsızdır. Doğru cavabımız A variantı olacaq. Çubuq, üstəgəl elm. Yəni, çubuq bakteriya sözünün mənasıdır. Elm də logos sözünün mənasıdır. Bakteriologiya elmi olacaq sualımızın doğru cavabı. Və davam edirik. Növbəti sualımız 23-cü sualla. Açıq suallardır bunlar. Deməli, toxumun rüşemində 2 ləpə yarpağı olan bitkilər, yəni 2 ləpəli bitkiləri bizdən istəyir. Quş rəpəyi xaççəklər fəsləsinə aid olan bitkidir. Bunu götürərik, 2 ləpəlidir. Lobya həmçinin 2 ləpəlidir. Zambaq 1 ləpəlidir. Noxud 2 ləpəlidir. Çovdar 1 ləpəlidir. Turp 2 ləpəlidir. Yəni, doğru cavabımız 1, 2 və 6 olacaq. Davam edirik. Növbəti sualımız 24-cü sual. Mikroskopun böyütmə dərəcəsi ilə bağlı sualdır. Mikroskopun böyütmə dərəcəsi bərabərdir. Okulyarın böyütmə dərəcəsi vurulsun obyektivin böyütmə dərəcəsi və yaxud mikroskopun böyütmə dərəcəsi bərabərdir. Cismin mikroskopdakı ölçüsü bölünsün cismin həqiqi ölçüsü. Və buradan cismin həqiqi ölçüsü bərabərdir 0,2 millimetr. Cismin mikroskopdakı ölçüsü bərabərdir 1,6 santimetr. Yəni, bunların vahidi fərqli olduğuna görə biz bunu eyni vahidə çevirməliyik. Yəni, bunu da millimetrə çevirsək 16 millimetr olacaq. Və qoyarıq düsturda yerinə. Mikroskopdakı ölçü 16-dır. Həqiqi ölçü 0,2-dir. 16-nı 0,2-yə böləndə 800 edir. Və yuxarıdakı düsturda da okulyar 20-dir. Obyektivin üzərindəki ədəd. Yəni, x-imiz 800 idi. Bunu tapmış olduq. Deməli, y vurulsun 20 bərabərdir 800. Buradan da y bərabərdir 40 olacaq. X-imiz bərabərdir 800 oldu. Y-imiz bərabərdir 40 oldu. Bizdən də bunların cəmini istədiyinə görə cəmimiz 840 olacaq. Davam edirik. Şəkildəki bitkidə maddələr mübadiləsi zamanı əmələ gələn karbon qazının xaric olunmasında bilavasitə iştirak edir. Yəni, bu qazların xaric olunmasında iştirak edən yarpaqlar da ağızcıqlardır və gövdədə isə mərciməklərdir. Ona görə doğru cavabımız 2 və 3 olacaq. 26-cı sualımız nöqtələrin yerinə uyğun gələn sözlərin düzgün ardıcıllığını müəyyən edir. Bitkinin kökündə əmici tellər yaranır. Hansı zonanın hansı toxumasının hüceyrələrində? Yəni, burada əmici tellər sorucu zonada yerləşir. Ona görə 1 yazarıq burada. Hansı toxuma? Meristem toxuması deyil. Parenxim də deyil, ötürücü deyil, örtük toxuması. Yəni, kökün qabıq hüceyrələrindən yarandığına görə örtük toxuması olacaq. Yəni, doğru cavabımız 1, 3 olacaq ardıcıllıqla. Davam edirik 27-ci sualımızla. Uyğunluğu müəyyən edin. Deməli, 1-ə, 2-yə və 3-ə. Meyvəsi yetişdikdə tacıqlar quruyaraq qurulur və toxumlar ətrafa səpələnir. Bu, paxla meyvəyə aid olan xüsusiyyətdir. Paxla meyvəli bitkilərdə biri soyadır, biri də lobyadır. Yəni, 1-ə B-yə aid oldu. Meyvəyanlığı şirəlidir, xaricdən nazik dəriciklə örtülüdür. Bu, gilə meyvə və yaxud çəyirdək meyvə ola bilər.
Burada yalnızca üzüm buna aiddir. Yəni 2-yə A yazarıq. Toxumlar yerişdən sonra meyvənin üzərindəki dəliklərdən tökülür. Bu qutucuq meyvəyə aid olan bir fikirdir. Buna da D bəndi aid olacaq. Yəni 1-ə B, Y, 2-yə A, 3-ə D. C bəndi heç birinə aid olmadı. Davam edirik situasiya sualımızla. Deməli, situasiyada bizə nə verib? Deyir ki, X, Y və Z ilə qeyd olmuş hüceyrələrin quruluşu ilə tanış olduq. Görürük ki, X dəricik hüceyrəsidir. Y sütunvari toxumadır. Z isə qapayıcı hüceyrələrdir. X və Y ilə qeyd olunmuş hüceyrələrin aid olduğu toxuma qruplarının adını yazın. Bizə toxuma qrupu sadəcə lazımdır. Ona görə X örtük toxumasıdır. Heç dəricik yazmağa ehtiyac yoxdur. Bizdən toxuma qrupu istədiyinə görə toxuması. Y-imiz yenə də toxuma qrupu olacaq. Əsas və ya parenxim toxuması. Sonra davam edirik. Növbəti sualımız 29 ilə davam edərik. Deməli, Y ilə qeyd olunmuş hüceyrələrin əsas funksiyası Y sütunvari toxumadır. Əsas funksiyası fotosintez etmək sadəcə biz qeyd edərik. Deməli, fotosintez etmək. Bu yarpağın müəyyən hissəsində Z ilə qeyd olunmuş hüceyrələrin sayı 32-dir. Bu hissədə cəmi neçə ağızcıq olduğunu hesablayın. Yəni, bir ağızcıq 2 qapayıcı hüceyrəyə uyğun gəlir. Yəni, Z-imiz qeyd edərik ki, qapayıcı hüceyrədir. Qapayıcı hüceyrə. Bir ağızcığa 2 qapayıcı hüceyrədirsə, X ağızcığa 32 uyğun gələcək və X bərabərdir 16 sualımızın doğru cavabı. Bu da oldu 30-cu sualımız. Və birinci sınavımız başa çatdı.